Forumda könüllülərin də fəaliyyəti diqqətdədir. Diqqət mərkəzində də əməkdaşımız Ayşən Cümşüdova bizə birbaşa bağlantıda elə bu mövzu barədə məlumat verəcək. Ayşən, buyurun, söz sizdə. WUF 13-lə bağlı tədbirlər hələ də davam edir. Bugün tədbirlər planı olduqca qabarıqdır və biz hazırda həmin tədbirlərdən biriyik. Bu tədbir isə məhz bu şəhərsalma forumunda könüllülərin rolu ilə bağlıdır. Hazırda isə yanımda Zarina Abdullayeva var. O, Birləşmiş Millətlər Təşkilatının Könüllülər Proqramının və Avropa Mərkəzi Asiya üzrə regional koordinatorudur. O bizə tədbir haqqında daha ətraflı məlumatlar verəcək. Hello, what was discussed at the event and what are your expectations? So this event was actually extremely interesting to me, and I think we saw a lot of participation. We spoke about volunteers, and it's specifically ASAN model volunteers, and in my personal opinion, of course, I was able to express it. This is a very wonderful system and a very wonderful approach to volunteerism that we saw, because a lot of the times, and this is what we're trying to achieve during the International Volunteer Year, for the governments to support volunteerism and for the governments to oversee volunteerism and be the full supporter. And in the case of Azerbaijan and in the case of ASAN model, we see it really clearly, and it was a wonderful event to discuss. Thank you. Və o bildirdi ki, bu mənim üçün son dərəcə maraqlı oldu və düşünürəm ki, burada çox fəal iştirakın şahidi olduq. Biz könüllülər haqqında deyir, xüsusilə də könüllülüyün uğurlu modeli barədə danışdıq tədbirdə. Mən də şəxsi fikirlərimi bölüşdüm, deyir, bu imkanı əldə etdiyim üçün də hər kəsə təşəkkür etdiyini bildirdi. Gördüyünüz deyir, bu sistem və könüllüyə yanaşma həqiqətən çox gözəldir. Çünki əksər hallarda bildirir ki, bizim beynəlxalq könüllülər ili çərçivəsində nail olmağa çalışdığımız əsas məqsəd də hökumətlərin könüllü fəaliyyətini dəstəkləməsi, onu koordinasiya etməsi və bu sahədə əsas tərəfdaş rolunu oynamasıdır. Azərbaycan nümunəsində isə gördük ki, dövlət tərəfindən könüllülüyün təşviqi və dəstəklənməsi üçün çox uğurlu bir model formalaşıb. Hazırda da biz elə WUF 13-də də bunun şahidi olduq. Hansı ki, biz COP29-da bunun təcrübənin uğurlu nailiyyətlər əldə etmişdik və xüsusilə bildirək ki, WUF 13-də hazırda 2500-dən çox könüllü fəaliyyət göstərir. Onlar bura gələn qonaqların, iştirakçıların rahat və hərəkət etməsi üçün öz dəstəklərini göstərirlər. Bəli, hələ ki, bizim sizə buradan çatdırmaq istədiklərimiz bu qədərdir. Buyurun, söz yenidən sizdədir. Çox sağ olun Ayşən, ətraflı məlumatlar üçün. Bir daha xatırladım ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Ayşən Cümşüdova idi.